Qurban Bayramı, Qədirxum və Aşura. Bunlar əslində bir-biri ilə zəncirvari bağlıdır. Bir neçə gün sonra Qədirxum gələcək, oradan da sonra üzü Aşuraya tərəf gedəcək. Biri qurbangaha gedir, biri beyyət istənilir, o birisi yenə qurbangaha aparılır. Birincidə İbrahimlə İsmaildir meydanda. Gəliblər məhəbbətlərini qurban verməyə. Mübarək başı bədənindən ayrılmasa da bıçaq məhəbbətin başını kəsdi. Amma vilayəti qorumaq üçün tək məhəbbətin başını kəsmək kifayət eləmədi. Məhəbbət də getdi, baş da getdi. Ona görə bu hadisə qurbandan başlayıb. Qədirxumda gələcək beyyəti sındıracaqlar. Bu beyyəti sındırmağın da nəticəsində Aşuranı yaradacaqlar. Bir ümmət İbrahimlə İsmaildən bu dərsi almadısa ki, dünyəvi məhəbbətin başını kəsməsən, Allah vəlisinə itaət eləyə bilməzsən, Allah vəlisinə təslim olmayıb onunla elədiyin beyyəti sındıracaqsan, digər Allah vəlisinin başını bədəndən ayıracaq.